Dəyərli traderlər, hər vaxtınız xeyir olsun. Telegram siqnal kanalının üzvləri. Bizim növbəti əməliyyatlarımız da uğurla nəticələndi və biz demək 5019-da biz paylaşdıq növbəti siqnalları. Biz elə bil ki 5 dollarlıq siqnal üçün. Biz ilk öncə nəzər çatdırırıq ki, qızılda növbəti baylar haqqında məlumat yazdıq və demək biz qızılda növbəti bayları 5029-dan deyildi, yəni 30 dollara qalxışla 5059-a qədər və yaxşı olardı ki, biz deməli 5048-ə bağlasa daha yaxşı olardı yazdıq və gəlin biz daha erkən alışlar haqqında danışaq. Yəni biz az öncə paylaşdıq qızılın 5 dollar qalxışı üçün 5019-dan 5024-ə qədər. Yəni bu qısa zaman ərzində öz əksini tapdı və təbii ki, gəlirlə nəticələndi. Biz bunları bağladıq. Yəni, bugün olan əməliyyatlar, yəni bunlardır. Tam olaraq bütün əməliyyatlar burada da, bugünkü əməliyyatlardır. Bir şeyi nəzər çatdırmaq istəyirəm. Demək, sığorta ilə bağlı, dəfələrlə demişəm, yenə deyirəm, sığorta ilə bağlı. Biz alış əməliyyatlarını vermişik bu nöqtədə. Gördüyünüz kimi, deyək ki, 16-da alış əməliyyatları var və gəlirdədir. Biz məsələn, deyək ki, stop loss təyin eləmişik bura. Məsələn üçün, gəlirə gələndən sonra biz dərhal stop lossu qaldırırıq xeyrə. Açdığımız əməliyyatın üstünə yox, ondan biraz yuxarıda ki, ən azından ən az bir, ən yaxşı halda yenidən gəlirlə bağlasın. Məsələn, aşağı düşsə, ən azından 48 dollar gəlirlə bağlayacaq. Təbii ki, biz take profit olaraq 48-ləri bir də ki, deməli, daha yüksəkləri gözləyirik. Yəni, bugün qalxışlar deməli 35-ə qədər olub. Hətta 28-də, 29-da olan əməliyyat belə 6 dollarlıq gəlir verib. Bunu da bir çox traderlər bağlayıb. Yəni, bildiyiniz kimi, bu siqnal kanalı, yəni ödənişlidir, istənilən bir şəxs, trader, tradedən anlayışı varsa, Forex-dən anlayışı varsa, bizim ödənişli Telegram siqnal kanalına qatıla bilər və gün ərzində bu nəticələri əldə edə bilər. Yəni, bugün səhər saatlarına deyək ki, birinci siqnalımız gəldi 5000, birinci siqnal gəldi 5019-dan, yəni take profit 5020-lərdə bağladı, ikinci 5025-lərdə bağladı, üçüncü qısa müddətli, deməli 5014-dən gələn deyək ki, bay əməliyyatlarımız, bu da qısa zaman ərzində, yəni qalxdı, 5000, yəni 20-lərə qədər, 24-lərə qədər hətta qalxdı, o da gəlirlə bağlandı. Növbəti isə 5028-lərdə indi, 5028-lərdən olan da 6 dollara bir qalxışla nəticələndi. Gəl biz də siqnallara bir də nəzər yetirək. Deməli 5029-dan deməli 30 dollarlıq qalxış, bunu da nəzərə çatdırdıq və bu da deməli ki, hələ ki gəlirdədir. Deməli 5019-dan gələn 5024-ə qədər take profit. Bu da 6 dollara bir qalxış. Bu da gəlirlə nəticələndi. Hal-hazırda biz 5048-ləri gözləyirik və bu əməliyyatımız, aşağıdakı əməliyyat sığortalanıb. İndi bu qalxandan sonra digər ikinci əməliyyatımız da sığortalayacağıq. Belə, dəyərli izləyicilər, Telegram siqnal kanalına qoşulmaq istəyirsinizsə, bu WhatsApp nömrəmizə yazın. Sizi Telegram siqnal kanalına abunə edək və siz də gün ərzində ən tez siqnalları əldə edə biləsiniz. Hələlik görüşmək ümidi ilə.